Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü mövzumuz Ansible-ın artıq ikinci dərsidir. Biz ilk dərsdə Ansible-ın yüklənməsi və host maşınlara qoşulmasının ümumi hazır konfigurasiya etdim. İlk olaraq ona görə onu etdim ki, yüklənmələr hazır olsun, konfigurasiya olunsun və ondan sonra artıq olunduqdan sonra bunları dəyişib və konfigurasiyanın üzərində modify etmək daha rahatdır. Nəinki sıfırdan yükləyim və başlayım dərs keçməyə. Həm də ki 40, 30, 50 dəqiqə belə yəni eləmək həm videonu da tez bitirmək sizə rahat olar. Nəinki 1 saatlıq video, bax bunlar praktik elə olacaksın. Ondan sonra belə etmək daha yaxşıdır. Bu gün artıq biz ilk olaraq əsas Ansible vəzifəçi faylından danışacağıq. Sonra inventory faylından, modullardan danışıb bu videonu bitirəcəm və ERSC dərslərində olduğu kimi biz bu hissələri edirdik və ondan sonra bizim test mesajlarımız olurdu. Həmin mesajları istəyib testlər üzərindən konfigurasiya edib. İndi gəlir başlayaq bunlar üzərində konfigurasiya eləməyə. Amma belə deyim ki, burada artıq həm də slaytda qurmağa çalışacağım ki, həmin slayt üzərində keçəcəm və daha rahat olsun. Gəlin ilk olaraq başlayaq yoldaşlar. İlk olaraq Ansible vəzifəçi faylının prioritetlərindən danışaq. Ansible vəzifəçi faylının prioritetləri odur ki, prioritet sözünün bir yəni problem yoxdur, üstünlük deməkdir. Yəni harda daha üstündür bu? Əgər Ansible config variable təyin edilibsə home direktorusunda, bu deməkdir ki, bunun prioritet daha üstündür. Yəni mən gəlsəm buradan bin home direktorusu slash yazsam, nöqtə 5 C yazsam, buradan belə bir variable təyin olunubsa, artıq həmin variableın prioritet daha üstündür təbii ki. Və artıq Ansible gəlib ilk olaraq sadəcə və sadəcə buna müraciət edəcək. İkinci olaraq baxsaq burada hansı prioritet üstündür? Olduğumuz direktordakı Ansible vəzifəçi faylı. Bunun prioriteti daha üstündür. Ondan sonra home direktorusunda olan Ansible vəzifəçi faylı və dördüncü olaraq Ansible vəzifəçi faylının içindəki konfigurasiyalar prioritet cəhətdən daha üstündür. Bu ümumi Ansible vəzifəçi faylının quruluşu idi. Harda prioritet təyin olur. Gəlin indi həmin Ansible vəzifəçi faylını biz yaradaq və onun üzərindən konfigurasiya ls yazım. Buradan bir dənə fərqli direktor yazıram. K deyirəm. Həmin K-nı buradan yazdım. Mən bu giriş keçirəm K qovluğum içinə. Buradan vim deməli yaradıram Ansible faylı və buradan başlayayım. İlk olaraq default dəyişənlərimi təyin edirəm. Buradan kvadrat mütərcəylə defaults və buradan yazıram. İlk olaraq belə yazaq ki, inventory faylının yolunu yazıram. Ondan danışacağım indi. Inventory bərabərdir. Deyirəm yolun. Mən deyirəm ki, onun altında, ya da olduğum qovluğun altında inventory faylı. Okay. Ondan sonra gəlib deyə bilərəm ki, remote user parametr var. Bu necədir ki, mən SSH-dan qoşuluram. Mən yazıram misal Orxan etikəsi 192.168 138 bunu yazıram. Okay. Mən burada deyirəm ki, bu IP-dən əvvəl hansı userə müraciət edəcəksən də, yəni aynısı IP-lərə hansı userə müraciət edəcəksən. Remote user mən burada yazsam Orxan, gedib həmin artıq IP-lərdə, hostlarda gedib bu useri yoxlayacaq. Və bunun üçün mən Ansible orada userini yaratmışdım və onun üzərindən SSH keygen vermişdim. Ona görə mən burada remote user bərabər yazıram Ansible. Okay. Ondan sonra burada fərqli parametrlər var. Gəl buradan danışıq elə. Burada belə yaza bilərəm ki, host altdan xətt checks belə bir şeydir. Baxın deyirəm buradan. Buradan bunlardan danışdım. Buradan host checking var. Bu hər dəfə o ilk dəfə qoşulanda yes no yazsın, yazılmaq şey edir. Amma bunu yazmağa ehtiyac yoxdur. Çünki məndə artıq ilk dəfə qoşulmur maşınlar. Bu hələ ki bura qədərdir. Keçəcəyimiz. Ondan sonra burada da artıq biz private escalation ayarlarını yazmalıyıq. Onun üçün burada ilk olaraq yazıram. Private escalation yazdım. Okay. Ondan sonra altta yazıram. İlk olaraq deyirəm ki, Ecome hansı metodda belə deyim də
Bitcoin-dən istifadə edirsən yoxsa yox? Bərabərdir. Yazıram true. Yəni nə? Yəni Bitcoin nə? Belə deyim ki, user dəyişməkdən istifadə edəcəksən, deyirsən hə? Yəni privilege qazanmaq demək üçün. Ondan sonra deyirsən ki, Bitcoin naxat metod hansı metoddan istifadə edirsən Bitcoin? Deyirsən ki, sudo metodundan. Ondan sonra Bitcoin altdan xətt user yazıram və buradan deyirəm ki, hansı userə keçmək istəyirəm. Root userə keçmək istəyirəm. Burada da müxtəlif konfigurasiyalar var. Yoldaşlar, bax deyim ki, buradan pas var. Artıq password məsələsinə gəldim, bunu danışıram. Hələlik buna ehtiyac yoxdur. Bunların ümumi konfigurasiyası belədir. Bunu ona görə keçmirəm ki, Vault yatışında da tam başa düşəcək. İndi burada yazmağımızın da, yəni oradan mənim elədiyim konfigurasiyada buna ehtiyac yoxdur. Kontrol Z dedim, geri qaytar. Bu belə. Hələ ki default dəyişənlər bunlar yoldaşlar. Bunları yazdım. Yazıb çıxıram. Ondan sonra mən burada deyirəm ki, Vim həmin inventory faylı deyim ki, olduğun qovluqdaydı, düzdür. Bunu yaradaq. İndi inventory faylında qrupları yaradaq. Qrupları da yaratmaq üçün biz Umu inventory faylı nədir? Gəl ondan birinci danışaq. Inventory fayl odur ki, yoldaşlar, biz hostlarımızı və connectlərimizi bunun üzərinə yazırıq. Və həmin qrupları və istifadəçiləri bunun üzərindən qruplaşdıra bilərik. Burada çoxlu konfigurasiya edə bilərik. Amma hal-hazırda biz qrup və chat qrup üzərində işləyəcəyik bugünkü dərsdə. İndi sonrakı dərslərdə bunlardan da digərlərindən də biz danışarıq. Amma hal-hazırda indi sadəcə bununla qrup və chat qrup üzərində işləyəcəm. Ümumi qruplar necə yazılır? Gəl bunu yazaq. Mənim qrupum deyirəm ki, kvadrat mütərəzzinin qrupun adı yazılır. Deyirəm ki, qrup 1. Okey. Mən deyirəm ki, qrup 1-im 192 168 122.10'dur. Birinin IP'si. Ondan sonra grup 2 IP'si altında yazıram. Diyelim ki 192 168 122.20'dir. Okey. Ondan sonra gəlsəm deyirəm ki, grup 3 IP'si 192 168 122.30'dur. İndi gəlib buradan bunu yazıb çıxıram. Ümumi inventory faylının qruplarına biraz daha səliqələ baxmaq üçün belə deyirik Ansible inventory burada baxırıq. Inventory faylını görmədik. Deməli mən vim Ansible dirəkin içində buradan inventory bərabərdir inventory. Niye görmədik ki bunu? Heç bu qrupu görmədik. Denə baxın buradan. Maraqlıdır. Bunu belə yazmayanda əslində belə də götürməliyik. Bunun heç bir dəxli yoxdur. Konkret də yolunu yaza bilərəm. Home / Orhan / K / kolonda gəlsəm ümumi göstərmir heç bir faylı. Maraqlıdır. Inventory sözü düz yazmışam bunu. Yəni sözdə inventory Onda belə eləyək biz. Yəni yoxlaya görə maşınlar gedir, getmir. Mən buradan yazıram Ansible. Bəlkə şeydən sonra belə daha səliqəli görsənir. Ansible ol deyirəm. Metod, ping metodu deyirəm. İstifadə edək. Heç bir maşın yoxdur deyir. Localhost'da. Mən hansı user'dan ki? Olabilir belki
Qoşa nöqtə qoymamışam. Vim Ansible. Bunun da içində ünvan default yazmadan buradan görürsüz. Yazmışam dedim. Ha, indi lap bunu da gəlsəm buradan belə dəyişdirsəm. İndi gəlsəm artıq işlətsəm. Buradan bizim qrupları buradan səliqəli formada göstərəcək. Biz indi həmin qruplara qoşulub olmadığımızı yoxlayaq. Mən deyirəm ki, sadə hələ yazıram. Ansible deyirəm ki, all yəni bütün qruplar. Konkret qrupda demək istəsəm yaza bilərəm. Qrup 1. Okay. Ondan sonra deyirəm hansı moduldan. Hansı modulla indi modullardan danışacağam birazdan. Amma indilik deyirəm ki, ESP3M modulundan istifadə edirəm. Ping modulundan istifadə edirəm. Ping modulundan istifadə edir. Gəlib sadəcə şey ping atır. Qrup 1-ə gəl hamısına ping atar birini yoxlayaq. Hamısında ping atıldı. Hamısından success gəldi. İndi gəlirik biz. Chat qruplar yaradaq. Vim yazıram. Inventory fayılına keçirəm. Mən deyirəm ki, insert qrup 3-ün childları var. Həmin qrup üçün ya da belə deyim, elə bu qrup 3 qalsın. Mən deyirəm ki, qrup 4-də var. Və bunların child'ı var. Bunun child'ları altdakilərdir deyirəm. Altda nə? Deyirəm ki, qrup 2 bunun child'ıdır. Və yazıb çıxıram. Və ondan sonra gəlirəm təzədən Ansible deyirəm, inventory graph. Mənə burada göstərir ki, ümumi qruplar və deyir qrup 4 budur və onun child'ı qrup 2-dir və IP'si budur. Və mən indi gəlsəm desəm ki, Ansible hansı qrup? Qrup 4 desəm. Okay. Desəm ki, M modundan istifadə et. Ping modundan istifadə et. Və gəlirəm ki, görürəm ki, bu ümumi burada artıq 122-20-yə, yəni nəyə? Qrup 2-yə maşınla ping etdim. Niyə? Çünki qrup 2 çat. Amma mən burada gəlsəm, desəm inventorun burada desəm ki, bizim bir dənə də maşınımız var ya da üstdəki maşınların konkret IP'sini yazdım desəm, yəni qrup 2-ni oradan silsəm, qrup 2-nin maşının IP'sini yazsam, 20 yazsam, yazım çıxsam, gəlsəm indi ondan istifadə edəcəm. Mən error düşdürəcək. Niyə gedir? Çünki həmin adda qrup axtarmağa başlayacaq, həmin IP-nin adında. Həmin nəticədə tapamayacaq. Bunun üçün bunu silirəm. Buradan insert edeyim. Gəlib buradan IP'sini yazım. Lap child'ı silək buradan. Bizim 4 dənə qrupumuz olsun. Child'a hələ ehtiyac yoxdur. Şimdi 2.40 Computer Science. Okay. Bu belə yoldaşlar. İndi biraz Ansible JavaScript faylındakı dəyişənlərdən danışdım. Mən gəlsəm Ansible desəm, all desəm, bütün maşınlarda yoxla. Nəyi desəm, nəyi yoxla? İlk ola bir dənə sadə komanda icra edək. Yəni hansı komanda icra edəcəyimi göstərirəm mən. Burada deyirəm ki, who am I? Yoxla. Mən hansı user? Mən kiməm? Söz düz yazmışam. Mən sözün gəlib burada icra olunsun. Və həmin maşınlarda hansı biz userdən istifadə edirik onu yazacaq. Görürəm ki, root görürəm. Amma biz bayaq demişdik ki, Ansible userlə qoşuluruq. O nəyə görədir yoldaşlar? Vim Ansible JavaScript faylında bu true'ya görədir. Mən buradan gəlsəm desəm ki, true elə, false elə olsun.
Bu alttaki artıq yazıların heç bir əhəmiyyəti qalmayacaq və indi gəlib bu komanda mən icra eləsəm, Find komandayı. Gəlin mənə nə çıxardacaq? Ansible user. Okay. Artıq deyirəm ki, heç bir üzrə keçməklə həmin üzrdən bu komandları icra elə. Amma mən gəlsəm desəm, bu true qalsın. Üzrə keçmək dənə. Amma hansı üzr olsun? Root olmasın. Orxan üzr varsa, Orxan üzrə yoxlasın keçmək. Gəlsə indi baxsaq. Yəni ki, password nə deyir? Command application şifre istədi yəni ki, burada yoxsa. Orxan yüzdən keçəndə şey elədi onda. O fərqli yüzdən keçəndə oradan onda çok büyük olduğu üçün şey eləmədi. Amma mən burada geçsəm Ansible gəlib Ansible user olduğunu çıxardacaq. Çünki Orxanda user yəqin ki administrator idi. Ona görə burada şey Cumhurdur. Pərdəni seçdim. Deməli, davam edeyim yoldaşlar. Və biz indi Ansible definition fayl belə, amma belə deyim ki, bizim köhnə CD yazsam, çıxsam buradan. Yes. Mən indi yazsam ki, eyni bu komandı gidib hara müraciət edəcək və çıxardacaq. Deyəcək, indi belə qrupun içində heç bir şey yoxdur. Yəni sən onun inventory faylın yoxdur. Sənin Ansible definition faylın yoxdur. Onu tapanmır. Biz nə edə bilərik buradan? Mən indi defaultdakı dəyərləri istifadə oluna bilər. Amma mən gəlsəm indi fərqli inventory'dan bunu istifadə eləməzsən. DFC-dən istifadə etməyə elə həmin qovluğun içinə girmək daha rahatdır. Sən deyirəm ki, eynən bayaqki K qovluğunun içinə girək. Okay. Amma gidib fərqli inventory'dan istifadə eləmək istəyirəm. Deyirəm Ansible. Belə iyi deyirəm. Fərqli inventory'dan istifadə et deyirəm. Misal hansı inventory'dan? Deyirəm ki, slash home altında, Orxan altında, Ansible altında inventory faylindən istifadə et deyirəm. Hansı all qruplarından hamısından və ping modundan istifadə et. Artıq gedib həmin maşındakı konfigurasiyaya uyğun mənə cavab gətirir. İndi bundan cavab gəlsin. Artıq gedib oradan fərqli qruplarına bizə düzdür, eyni maşınlarda amma fərqli adlardan. Yəni mən belə yazsaydım buradan bunu çıxıram. Ansible ve inventory belə görüm keçəcək yoxsa desəm ki slash home Orxan Ansible inventory və bunun içindən deyirəm ki qraf kimi göstər. Gelip həmin qrup görürüz prod full test. Köhnə video baxanda belə ki, bu qrupları mən konfigür etdim. Yəni fərqli inventorlardan da biz komanddan icra edə. Bizim 4-5 dənə inventorumuz ola bilər. Şey görə bölmüşük də. Belə deyil, icra edə bilərsiniz. Fərqli qruplar var. Ola bilər ki, fərqli layihələrdir. Həmin layihələr üzərində biz bunu konfigür edə bilərsiniz. Başqa burada indi Ansible definition faylindən bir şey dedim ki, fork demədim mən. Vim Ansible Okay. Buradan bir də parametrimiz var yoldaşlar. Fork parametri. Mən bundan deyirəm ki forkdan. Görün burada başqa nə deməmişdim. Bəlkə desəm burada. Başqa deməyə ehtiyac yoxdur. Buradan forks bir parametri ilə istifadə etsəm. Mən deyirəm ki, eyni vaxtda hansını neçə dənə maşına komanda icra elə deyirəm ki, bu paralel işləməli zaman biz çox işimiz rahatdır. Mən burada Fox yazsam, default bu 5-dir, səhv eləmirəmsə. Fox buradan 1 yazsam, bunu yazsam çıxsam və yazsam artıq bu komandana yazsam elə Ansible all bütün qruplara
icra elə. Nə, hansı modulu? Ping modulu. Və indi enterə basıram. Bak 1-1. Bak bunun cavabı çıxdı. Gözlədi. Okey. İkinci maşın. İkinci cavabı çıxdı. Gözlədi. Üçüncü maşın. Cavabı çıxdı. Gözlədi. Success aldı. Sonra dördüncü keçdi. Və 1-1 ardıcıl. Gəlsəm buradan mən bunu desəm ki 4. Dördünə də eyni vaxt izləyir onu. Görürsünüz. Baxın. Dördünə də eyni vaxt izləyir onu və ekrana çıxartdı. İndi ola bilər ki, sizin tasklarda ilk olaraq buna izləyir almalı, sonra buna, sonra buna. Onun üçün bu daha yaxşı bir komand ki, bundan istifadə edək biz. Başqa bundan şeylə düzəltdiyimdir. Buranı bağlayaq. Claudia ilə skript düzəltmişəm. Onu birazdan yoxlayarıq və icra edərik. Amma ondan əvvəl bunu da dedik biz. Ondan sonra bizim burada neyimiz qaldı? Biz buradan Ansible DPG faylindən danışdıq. Inventory faylindən danışdıq quruluşundan. Və gəldi indi nəyə? Bizim bir Ansible-da etoklarımız var. Bir də playbooklarımız var. Etok bayaq bunların işlətdiyimdə konkret bir modul üzərindən istifadə edirəm. Playbooklar isə nədir yoldaşlar? Konkret şey üzərində. İndi bu şəkildə biraz şeylik var. Əslində mən bunu yenə deyəcəydim. Bir modullarla danışayım birinci. Modullar nədir yoldaşlar? Modullar odur ki biz istifadə edirik ping, ondan sonra command, shell və s. Bunlar fərqli modullardır. Ansible bu modulları ilə bunu gözəl edəcək. Hazır modullar var, onu biz Galaxy-dən yüklüyük, konfigurasiya edirik, öz enterprise-imizdə istifadə edirik. O cəhətdən çox yaxşı. Kimsə nəyisə qurur və biz onu atırıq. Mən buradan bayaq komandları icra edirəm. Ha, bunlar ping modulu. Məsələn, bu hazır modulu. Bunu konfigurasiya edə bilər. Mən bunu 3M ping yazan kimi buradan Ansible-dan o 3M yazan kimi modul təyin edir və 3A həmin komandı icra edir. Mən ping modulunun komandını yoxdur. El birbaşa tək bunu yazan kimi həmin ping modulunu bunlar da işlədir və mənə həmin uyğun cavabı gəlib buradan çıxardır. Görürəm ki, hansında işlədir. Amma mən gəlib desəm ki, fərqli modullardan istifadə edeyim. Artıq burada M-dən sonra fərqli modulları yaza bilərəm. Bizim komand icra edən iki əsas modulumuz var. Biri nədir yoldaşlar? İki dənə modulumuz, bir komandlı, bir də shelldir. Komand odur ki, konkret bir dənə biz komandı göndəriyoruz. Shell isə artıq combo komandalardan, atributlardan istifadə edəndə biz shelldən istifadə edirik. Yəni necə? Mən deyəndə ki, Ansible o bütün maşınlarda icra elə. Nəyi bütün maşınlarda icra elə? Hansı mod? Default M yazanda seçilir modu seçirəm. Komand yaza bilərəm, amma default modu komand. Mən buradan deyirəm ki, 3A icra elə nəyi? Eyniləməyək kimi hoymayı. Və root olaraq mənə root yoxsa Ansible idi, yaxud dəyişmişdim. Onu gedin dəyişək. İlk olaraq vim Ansible faylının içinə girək. Bunu root olaraq dəyişeyim. Okey. Ondan sonra mən buradan fame yazsam bizə nə çıxacaq? Amma mən gəlsəm desəm ki, burada gəlsəm desəm ki, OMI sözünü yaz və bunu çıxart hara? Home qovluğunun altında root.txt faylını çıxart deyirəm. Bunu bağlayıram. İndi bunu enterə basınca icra olunacaq və bizə false verəcək. Bu icra olunmayacaq. Çünki bizdə nə var burada? Attributdan istifadə. Belə bir şey istifadə etmək üçün biz buradan 3M shell yazmalıyıq. Üstünlüyü odur ki, shell bu attributda istifadə edir, amma komandda daha sürətli icra eləmək. Amma gəlsəm indi mən buradan katdan oxusam, deməli Ansible o bütün maşınlarda oxu, nəyi oxu. Elə komanddan icra elə, tək oxumaq üçün bunu icra edə bilərəm. Deyirəm ki, kat elə oxu nəyi? Root nöqtə
Text file. İçinden root yazısı olduğu bize geldi, burada gösterdi. Üzülsen. Deməli yoldaşlar, video elimdə dayanıb oradan. Sonra da özümə danışmışam, qurtardım, gördüm video təzədən bir daha çəkeyim. İndi biraz da şeyler var idi, skripti onu düzəltdim. Yəqin məsləhət də buymuş, davam edək. Biz hardasa RSA simple file seçsək gözəl. Çin içindeydi. Ha, buradan hələ ki də qalmışdı, okey. Buradan çıxaq. Onun altında Orxanın altına gələk. Okey. Ansible-da qalmışdı burada. Belə idi, nə idi? Konkretən Kaggle-un içindeydi. Okey. Deməli yoldaşlar, harda qalmışdım? Mən səhv sizə komandla shell'in fərqini idi. Yəni komand o idi ki, sadəcə bir komanda sürət keçirdi, sıra ilə bilirdin. Shell idisə biz bir neçə atributdan eyni vaxtda istifadə edə bilirdik. Təbii ki, bunlar hamısı moduldur. Biz Ansible M yazanda artıq biz konkret hansı moduldan istifadə edəcəyimizi bunun üzərinə təyin edə bilir və konfigurasiya edə bilirik. Bunun üçün biz təbii ki, ol yazıram mən və hər hansı bir qrupun adını yazandan sonra M-dən təyin edə bilirdik. Bir də bizim bir dənə şeydə göstəreyim, modulumuz var. Onu göstərmişim, yenidən göstərirəm. Bunu ilk olaraq gəlsəm belə eləyim. Ol yazım buradan, Ansible ol. M yazım. M yazım ehtiyac yox. A yazım. Gəlim deyim ki elə nəyi X'in altında siliş. Bu bir dənə silim, ondan sonra davam edəcəm. Yom.repos.d altındakilərini göstərsin. App bir alındı, düzdürmü? Mən deməli gəlsəm burada yazsam rm-rf benim adımı atsam rm-rf yazsam slash etkisi altında yum.repos.d'nin altında neyi app1.repo failini silsin. Çok halim değmesin birbirine. Anasında silindik. Güzel. İndi yoldaşlar bizim bir modulumuz da var. Mesela modullardan kısa danışacağım. Çok modullardan danışmayacağım. Umumi bir de modulumuz var ki RSS sonuna keçmişdik ki hər bir maşında bizdən repo yaradılması istəyirdik. Amma bizim maşınımız çox olanda nə olacaq? 50 dənə maşında gedib repo yaradılın deyirsən ki sən. Konfigurasiyalarını uzun olaraq eləyə bilərsən, amma uzun olacaq proses. Onun üçün bizim hazır modulumuz var. Ansible yazsam Ansible yazarım buradan yoldaşlar. Ansible yazandan sonra deyirəm ki bütün maşınlarda icra elə nəyi? Deyirəm ki konkret modul təyin edeyim, hansı moduldan istifadə edək? Buradan yum altdan xətt repo repository belə deyirəm repository. Okay, repository modulundan istifadə edək. Ondan sonra buranı bilirik. Yəni yadınızdadır, ilk olaraq name yazırdım, bərabərdə misal atıram BaseOS. BaseOS repository'nin linkini oradan götürərəm, BaseOS. Ondan sonra bir dənə description yazaq. Description yazıram. BaseOS. Okay, ondan sonra BaseOS'i götürürəm. Orada var amma hazır BaseOS. Buradan slaytda səhv eləməsəm hardasa okey, atmışdım, yaxşı atmışam. Ben bir dənə copying eləyək. Gələk buradan. Bunu əlavə edirəm. Ondan sonra misal enable yazım, bərabər 1 reponu aktiv eləyək və cipstikdə sönülü olsun. Bərabərdir 0 və bunu bağlayaq. İndi enterə bassam. Bizdə komandda deməli name BaseOS, description BaseOS.
Enable 1, check 0. Buradan neyi səhv yazmışam mən? Hə, bunun əvvəlində şey yazmışam. Yazmışam axı name. BaseOS description, BaseOS, base URL. Hindi yazmıştım bunu. İşte orada elədim. Burası indi ne bilir? Check 0, principal all. Bize ne diyor burada? Yumrak liste, external parametreleri biz yazmıyoruz neyse. Name, BaseOS, description oldu. BaseOS, base URL, description BaseOS yazmışım. Burada başka bir şey yoktu axı. Ha, yine bura baxırız Allah. Buna baxırız. Hı. Repolar edisyonlarda əlavə olunsun. Hər birində əlavə olundu. İndi bunu yoxlamaq üçün müxtəlif metodlardan ilk olaraq həmin faylın yazılıb yazılmadığına baxmaq üçün Ansible o bütün fayllar default modundan istifadə edirəm. Deyirəm ki, mail içində biz bunu axtara bilərik. ls etkisi altında repos.d baxaq. Yenə baxaq. Və görürəm ki, hamısının altında BaseOS reportu var. Və bunları aktivləşdirib, aktivləşmədiyimizi yoxlaya bilərik. Hamısından mekçək yazsam elə bilərəm. Məsələn, gəlsəm bura. Yazsam. Yum. Yəni, baxaq. BaseOS update getdi. Akses aldı. Gözəl. Hamısında da getdi. Hamısında da şey aldı. Yəni, hamısında da işləyir bu repolar. Burada problem yox. Belə də yaza bilərdim. Yum. Repo list. Burada görürəm ki, BaseOS reposu hər birində var. Gözəl. Bu da belə yoldaşlar, belə moduldan istifadə edir. EP modulundan istifadə edir bu. Başqa buradan nə deyəcəydim görüm. Orada dedim, demədim, biraz beynim qarışdı. Nəsə onda çox uzatmayın yoldaşlar. Belə də hazır biz gələk buradan script faylimizin də test işləmini də edək bu videomu üzrə. Bu əslində 2 dənə video var. Dedim çəkəm, maldıramayacağam bu 2 dənə video çəkməm. Bunu bir dənə elim kopyalayayım. Gələk buradan. Bu maşın hazırdır, bununla ilgili. Mardem görüm Enes. Aslında burada var imiş ama silə geçsin. Git clone cd Russia. Güzel. İkinci dərsdəyik. Yüzümə gələk. Eles yazayım buradan. Videonu birləşdirmək var hələ keyf etmədən. Deməli, test saçımız var buradan. Ch Pilos X test. Azərbaycan dil getirirəm buradan. Hostların IP'sini yaz. Bunlar mən IP'sini yazam. Niye? Seçemiyoruz. %23.30 40. Okey. Başlayalım. Deyir ders inci failini yaradın. Home'un altında bu faili yaradın.
Bunun altında değilse hiç ruta kesmeye bizim burada ihtiyacımız var mı? Yok. Yani bunun altında bunu sileyim. Şeyden evvel yaratmıştım da ama. Ders 1 değil değil mi? Hayır. Okey. Gel burada. İmkadir. Ders 1 yaratak. CD ders 1. Vim ya da tasını yaratak. Kullanyan yaptırıcı FC faili yarattım. İkinci sual. Diğer Ansible file failinin inventory yolunu gösterip ve onun için remote istifadesi adına. Gel buradan bir gösterdiğince buradan yazdım ben. Okay, insert buradan yazdım ben. Inventory yazalım. Birinci yolun beraberliğine değil. Inventory yolun home altında demeli ders bir altında inventory gösterin remote fakat yüzleri beraberdir ansible tutun. Ondan sonra denediğin direkt doğrulmanı bu host fakat host j fakat check bunun izleydiği demeye baksana. Checking yazar bura beraberdir ne değil deaktif olsun false AI. Okay, ondan sonra previous position tarafı yazayım. Previous position yazıyor buradan. Ondan sonra bize ne değil? Okay, aktif olsun değil. Comment beraberdir. Bu olsun. Ondan sonra become beraberdir. Become metot beraber olsun. Sudo become user beraberdir. Root bir de ne istiyor bizden? Become belli sefer mesela bu pas beraberdir. False. Yani bakın buna. Güzel. Parametreye yazdım. Bizden de bunlar istemişti. Gele buradan. İstedi. Sefti değil. Yere ne sefti yazmış o. Ansible düz yazmışam. Default Ansible inventory remote user Ansible değil. Ansible yazmışam. Hotkey checking bizden. Bunda problem olacak. Ama host array nerede? Buradan hotkey checking remote user Ansible hotkey checking false prevent escalation privilege escalation become method sudo become user root bize ne istiyor burada? Rehberimiz bu arada. Fanda. Ben buradan neyse. Düzgün şu an. Default inventory ders 1.
Buradan ne şart yazabilirim ben? Lütfen yazılmış ama burada ne diyeyince bu. False'de söndürmüşler. Become user root'tu. Become method sudo. Become true. Privilege escalation. Privilege escalation. Host şey checking. Checking. Niye düz götürmüş bunu? Inventory yolunu təhlil edəcək. Nodları sunular remote istifadəsi Ansible təyin edin. Host ara deaktiv edin. OK. Become əməliyyatlarını aktivləşdir. Sudo və hostlara root təyin edin. OK. Sudo işlədərkən şifrə soruşulmasını söndürülüb. Bərən düzü daxildir. Bu necə yoxlayır? Daş bunun başına gözlə görək. Yəni paralel terminal açaq. Gəlsəm. Kat etsəm. Ders 1'e geçsem. Olsun abi. Benim için değilim. Evet. Yes. Ders çekirmeliyim ha. Ama bir sansür olmuyor. Ha bildim. Şöyle bu nece yokluyor. Birinci sualın yoklanmasını. Esas ikinci sual değil mi? İkinci sualın yoklanmalı bakalım. Graper inventory sözünü aktarır oradan. Space. Ders 1 inventory sözü olmalı. Ondan sonra Ansible sözü olmalı. Checking avalı değil. False olmalı. Ondan sonra Become ayağında true method store Become false. Bunu da düzelmiş ha. Burada ne problem var şimdi belirleyeyim ben. Niye işlemeli numara oldu? Belki yazmamışım, yaklaşamamıştım, yaklaşabilmiştim. Inventory false. Host cake checking false. Privilege escalation. Burada ne problem var? Burada Gemini görün, burada ne səhv var? Burada ne səhv var? Gelip biriyle senin dayı yaşadın. Ama şaşın ses yapma. Burada ne səhv var? Yüklenme dayalı değil. Ters bir inventory. Burada hiçbir sehv yoktu aslında. Bu script düzgün yoxlaması. İki script değiştireyim belki. Onun dəxli yoxdur axı.
İşte belli. Slash home slash Orhan belə işləyəcək. Burada hiç problem yok. Burada değil. Burada nəsə skriptdə səhv kimi axtarır. Yəni bilmədim də. Nəsə şey deməyim də. Onu keçək. Buradan mı başqa bir şey mən nə isə filmişəm ki. Şimdi sualı deyir. Grupları düzəlt. Bunu bunun içine yaz içine. Şimdi işləyib işləmədiyimi buradan biləcəyim. Etsi. Bunun altında bir tane olduğum yolda yoldaşlar. Eliz. Yüzde bir ki. Respirin altında yöndürüp brand üstleri. Beam. Inventory file yardım. Burada yazım hansı gruplar değil bizden. Test grup değil. 192 168 123.10 192 168 123.40. Ondan sonra hansı grup değil bizden. Dev grup değil. 192 168 123.20 değil. Ondan sonra da prod grubu. 192 168 122.30 deyir. Bunu yerə yaddaşa çıxaq. İndi istələsək. Neyi səhv eləyir bu? Inventorunu görmür bu. Neyi səhv yazmışam bu? Hard bir dəqiqədən. Belə eləyir 100%. Buna görə belə elədim məncə. Bir dəqiqədən. Nöqtə slash. Və artist. Oradakı bu. CD Rossi ls CD ikinci ders ls nöqtə slash test nöqtəyi saç güzel Azərbaycan dili 192 68 122.10 192 nöqtə 168 122.20 192 168 122.30 192 168 122.40 düz mü yazdık? Düz yazırıq. Güzel. Birinci yes yaza korrekte aldık. İndi yes yaza korrekte. Hə, şeyini yaratmışam. Ona görə mən deyəcəm. Nəyi səhv eləmişəm. Burada da yes yazdım. Korrekte alıb. Güzel. Inventory faylında dev grubunun test grubunun children olaraq dəyişin. Güzel. Gələk buradan yoldaşlar. Bizə nə deyir bu? Dev grubunu test grubunun child olaraq dəyişin. Deməli, bunu altdan belə də yaza bilərəm mən. Neyse. Deyirəm ki buradan test nöqtə children hey dev bunun child olaraq göstərirəm. Belə də baxmaq istəsəm Ansible inventory dedri güzel. İstiliyə keçək. 5-ci solda test qrupunun bütün hostlarının failin içine test 1 yaradan və içində test 1 sözü yazılı olsun. Güzel. Yaradaq. Bunda deyirəm Ansible bütün hostlar dili A command modulu bizə burada kifayətdir mi? Yox. Kifayət olmayacaq. Buradan modul dəyişək. Şeylə deyək. Ondan sonra dili A command yazaq. Echo deyirəm. Echo içində salam. Salam yox test 1 mi? Bu dəfə düşünmüşəm. Test 1 yazaq. Neyin içine? Home slash test nokta txt failini yaz deyirəm. Hər birini dəyişdi. Oxumaq üçün də buradan yaza bilərəm mən. Cat hər birinin içine görürəm. Test sözünü yazmışam ama ne yazmalıydım mən? Test 1. İndi gəlsəm olsan.
Sonrasında test bir yazıda istileyək. Warning, niye səhv aldım? İçine test bir sözünü yazın. Test.txt faylı değil. Bütün hostlarda test bir sözünü yazın. Test bir söz yazılıp da. Bəlkə belirləyir ona göre. Bəlkə bu buna göre oldu. Bir ihtimal. Kutun içinde yaratmak istəyir. Ona göre belki eləyir. Mən buradan gəlsəm slash home belə yox, burada yox. Burada yaratsam slash home slash ansible içində yox. Cevabı çıxartsam. Ha, yani ona göre root'un içinde bir rota çevrilir içinde ona göre dedim yani ben diyorum. Diğerisi bu failin içinde ha, bir ki aynı anda iki tane değişken olsun. Faillerden ne deyir? Fail parametre nasıl olsun? Bir tane ad hoc emriyle test grubundaki bütün hostlarda text faili yaradım ve içine ok sözünü yazın. İşte. Deməli ilk olaraq gəlim bin slash ansible ansible failına buradan parametre əlavə edək. Buradan beraberdir 2 deyir. Buradan yazar çıxar. Ondan sonra ansible bütün ulaşanlarda m shell shell Yunuslarda fail içine keçsə. A içine deyir ok yaz paralel text faillərin. Okay. Deyirəm ki echo yaz. Ne yazaq? Ok sözü yazılsın. Neyin içine yazaq? Slash home ansible altında ansible altında ne? A L nokta text failin içine yaz deyir. Yazaq bir dənə. Ondan sonra da buradan success görək. 2 yazdı, ikisine yazdı. Şimdi ikisine yazdı. İstəyək. Sen yoxlamasın. Correct alım içine bir. Div grubundaki bütün hostlarda yani yum konfigürasyonu yaradıp içine aktive edilmek yoklamasın. Okay. Gələ buradan. Ansible bütün maşınlar modul yum alttan xətt repository ondan sonra tria parametre əlavə edək. Name bizden name yatır. Upstream yazın için. Name base beraberdir diye reposu. Ondan sonra biz URL'in hansı repo değil, biz URL'ini götürerek bunu buradan göre götürebileceğiz. Yoksa elimizden yazılıyor. Ay 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 ay. Bunlar test geçiyor soruları dönemde. Biz verir. Gerek bunu elimizle yazaq. Belə baxıram mən. İşte
Base koşu nokta slash gl nokta rocky rock linux nokta org slash bu rocky rocky 9 upstream slash x işte 6 alttan hat 64 5 bileceğin yoldaşlarına rahat olun. Ondan sonra beraber de bir çek ne ister bizden beraberdir 0 düzgün parametre değil. Buradan asıl indeksi ya ilk verelim. Burada NSF yazabilirim ben. NSF yazacağım. Dirçi buradan. Nasıl parametre düz yazmıyor sen. Anneyimden sonra beraber yazmayı. Ki her bir şeyden yarandı. İş yasa da yoxlanacağım bir vaxt işte. Bu fork yazmaqdan belki də bunu düz yazmamışam bunun içindən. Çık baxsam buradan H tipi saç tipi istim yoksa H tipi diyeyim. H tipi diyeyim. Şimdi yazılanlar yine səhvdir. Bax yine səhvdir. Diğer ki Linux yazmışam. Linux upstream İndi necə? Amma repolar silməliyəm də mənə. Buna gərək o repolardan birini siləm. Ansible. Gidip oradan faillərin içində bir baş silsəm bəs eləyərəm məncə. O3 Machine işləyirəm. Deyirəm ki giresine birinci slash eksi altında yum nokta repos nokta d göster. Burada ne desem var? Upstream'in bir sözü silmeyi lazım buradan. Diyeyim ki buradan elemele elefele yine sil. Up. Burada up. Bunu sil. Bir tane sil. Biz uslar bunu sileyim. İngilizce bu sonunda çıkan İngilizce Rocky Linux Rocky 9 upstream güzel.
X 86 64 oz. Ben işte de bunu. Onu sınırlayarak yum make bir de işte Ansible rol 3A yum repo list. İştirak bir repo var. Yani ki düz yoklanmır. Olabilir. Bu necə yoxdur görəsən? 7-ci salı düzdürmü? Ya bana da baxaq. Hmm. İşte gələk. Yəni sual 7-ci sual. 7-ci sual yoxlayıb. Ansible həmin inventory'ni götürür. Remote user mesela shell. Bunun icrasına baxayım elə bir dənə. Cevabın nazarına ve ne səhv yazdım? Şunu. Böylece kullanmalıdır mı? Variable'lara göre matizler ona göre tanıyanlar. Ama biz böyle diyebiliyoruz burada. Bu hissəni kopyalası okay, koyarsam öz ailesinin Ansible all 3M shell 3A şuradan bir tane tırnak da atsam sonra da bir tane tırnak atmalıyım bunda. Neyse çok da videonu uzatmayayım. Ya da bunu bağlayayım buram bir tane. Buradan ben yazdığım komandın URL'ine bakın. Name upstream. Yani yəqin ki şeydən başqa burada sırf URL axtarmırdı ki, orada sözdən axtardı. Belki ona göre belə elədi. Ona göre elədi. Buradan ben random yazmışam description yaz. Böyük kiçiyə də burada fikir verir. Yəni xüsusi söz deməmişdi amma yenə istəyir. Diğer faylı elə tənzimləyin ki, Ansible ilə yalnız bir host konfigürasiya elə bilsin. Ay, nə oldu deyim mənə? Okay. Neyse. Buna yes yazalım. Yes. 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 Yes.
Is ha, bu Berkso idi. Silikçe. Tənzimləyin ki deyirsə. Dayandıra. Vim. Ansible. Burada ne deyir? Bir maşın icra oluna bilsin. Saxla. Yaddaşısa çıxay. İstəyək. Prot qrupunda bütün hostların içində failin icazəsini 700 olaraq dəyişdirin. Gəlin edək. Ansible. Prot. 3M. Shell. Dremel. Chmod. Yəni burada görə yeni bir fayl var. Mənim maral gəldi. Kim yaradı böyle bir şey olsa. Böyle bir fayl yoktu, o kodu yaradı. Gəl özümüz yazaq, yaradaq, ondan sonra da icazəsini belə dəstək ya da elə belə də elə bilərik. Belə bir başa onu yaradaq. Fayl deyirik, düzdürmü? Dot. Arada onun altında yaratdıq. Nə? Password. İcazələrini də 700 deyil. Bilidək. Chmod 700. Yenileyeceğim. Okey. Oldu yoldaşlar. Bu video bura kadar idi. İkinci dersi diyeyim. Görün bu ikiden video atmak istedim ama geç oldu biraz. Şimdi səhər görüm ofis videonu atacağım. Belki de səhər 2 tane video atabilsem. 2'sini atarım. 10 güne ya da bitir söyleyip bu insə bu çox gözəl olardı. Oldu yoldaşlar, növbət dərs görüşənə qədər Allah'a emanet.